Hər vaxtınız xeyir olsun. Mən Cəvan Həsənov. Bugün növbəti sınavımızı çəkməyə çalışacağıq. Növbəti sınavımızın izahını çəkməyə çalışacağıq. Bugünkü izah edəcəyimiz sınavımızın nömrəsi artıq son olan 20-dir. Biz bu qədər müddətdə həm 3-cü qrup üzrə, həm 2-ci qrup üzrə verilmiş hər 20 sınağı, yəni ümumilikdə 40 sınağı izah etməyə çalışdıq. Bugün isə artıq, belə deyim, 39 sınağı artıq izah etmişik. Bugünkü sınavımız isə artıq 40-cı sınaqdır. Elə isə vaxt itirməyək, dərhal suallara keçək. İlk sualımız, deməli, uyğunluğu müəyyənləşdirməkdir. Rusiyaya aid bir sualdır. Romanovlar sülaləsinin hakimiyyət illərində Rusiya dövləti. Romanovlar sülaləsi 1613-1917-ci illərdə hakimiyyətdə olub. Moskva dövrü 1613-dən Peterburqun paytaxt şəhərinə çevrilməsinə qədər bir götürək. Peterburq dövrünü isə 1712-dən 1918-ci ildən başlayaraq yenidən Moskva bir növ paytaxt rolunu oynamağa başladı. Əsasında 17-ci il oktyabr çevrilişindən sonra kitablarımızda verilmir, amma təxminən 1918-də paytaxt olduğunu qeyd edim. Biz 17 yazaq. Ukrayna torpaqlarının işğalının birinci mərhələsinin başa çatması, Ukrayna torpaqlarının bir hissəsinin ələ keçirilməsi Rusiya və Resposparta arasında olan 1654-1667-ci il müharibəsinə aiddir və bu yuxarıdakı şərti ödəyir. Amma bütün Ukrayna torpaqlarının ələ keçirilməsi 1795-ci ildə Respospartanın tamamilə bölünməsindən sonra götürülür. B variantı Qazan və Həştəxan xalqlarının işğal edilməsi, bu 1552-1556, 16-cı əsrdə, yəni bu zaman hakimiyyətdə 4-cü İvan idi. Yuxarıdakı şərt ödənmir. Azərbaycanın Xəzəryanlı ərazilərində komendant rejiminin yaradılması, bu 1723-24-cü illərdir ki, bu da yenə yuxarıdakı illər şərtini ödəmir. Belə. Birdən anı götürdük. Peterburq dövrü sənaye çevrilişinin başlanması. Sənaye çevrilişinin başlanması 19-cu əsrin 30-40-cı illəri, yəni 1830-1840 və yuxarıdakı şərtlər ödənir. Baltik və Qara dənizə çıxış. Baltik 1721, Qara dənizə kiçik qaynarca 1774. Bu da yuxarıdakı şərti ödəyir illəri. Prus sülhü isə 1711-dir. Hələ Peterburqun paytaxt olmağına bir il var idi. 1A, 2A, B. Variant A. İkinci suala baxaq. Bizans imperatoru Justinianın idarəçilik sistemində həyata keçirdiyi islahatlara aiddir. Dövlət və kilsənin imperatorun hakimiyyəti altında ittifaqının rəsmiləşdirilməsi. Bu düzdür, bəli. Justinian dini və dünyəvi hakimiyyəti əlində almaq istəyirdi. Bütün təbəələrə məhkəməyə müraciət etmə hüququnun verilməsi. Bu da düzdür. Etnik və dini mənşədən asılı olmayaraq hər kəsə hüquq bərabərliyinin verilməsi. Bu da düzdür. İdarəetmənin ərəb xilafətinin idarəçiliyi xeyr, ərəblər üslubunda deyil. İmperatorun qeyri-məhdud hakimiyyətinin qanuniləşdirilməsi, bu da düzdür. Aha, onda 4 dənə cavabımız çıxdı. B və C. Bir də baxaq. Dövlət və kilsə, bütün təbəələr məhkəmə müraciət etmə hüququnun verilməsi. Etnik və dini mənşədən asılı olmayaraq hər kəsə hüquq. Hə, dini mənşəyi sözü burada səhvdir. Orada Justinianda yazılırdı ki, məcəlləsində sosial və etnik mənşədən asılı olmayaraq bütün xristiyanlara, yəni xristiyan olmaq şərtdir. Deməli, dini mənşə önəmlidir. Ona görə 3-ü də silirik, cavab B variantı. Çox incə bir məqamdır. Həqiqətən bu sual açıq formatda gəlsə, ümumiyyətlə abituriyentləri və müdavimləri ilişdirəcək bir sualdır. Maraqlı. 1-2-5. 3-ə baxaq. Euler-Venn diaqramına uyğun bəndləri müəyyənləşdirək. Birinci xasslı yürüşünün deməli 1096-1099 olduğunu qeyd eləyək. İkinci xasslı yürüşü isə 1147-1149. Baxaq görək bizə nə deyir. 12-ci əsrin 40-cı illəri görürük. A 2-yə gedir. Səlibçilər Bizansın dəstəyini almışdılar. Birinci xasslı yürüşündə alırlar, ona görə uğur qazanırlar. İkinci ala bilməklərinə görə uduzurlar. Aralıq dənizinin şərqində müharibələr iqtisadi dağıntılara səbəb oldu. Bu əsasən birinci xass yürüşü ilə bağlıdır.
Yürüşün təşkilində Papanın əsas məqsədi Misiri tutmaq idi. Misirin tutulması məqsədi əsasən belə demək mümkündürsə 4-cü yürüşdədir. Biz D variantlarını çıxardaq. Aha. Cavab ovucumuzdadır Y variantı. Baxaq. 1BY, 2A, 3C. Tamam. 1BY, 2A, 3C. Bir daha baxaq Y variantına. Yürüş müsəlman əhaliyə qarşı amansız rəftar və talanla nəticələndi. Bəli, C. Y deməli birinciyə gedəcək. Çünki ikinci xassə yürüşündə demək olar ki, uğur qazana bilmirlər. Müsəlmanlar tərəfindən məğlub edilirlər. 1-ə B-yə gedəcək. C-yə 3-ün getməyi Aralıq dənizinin şərqində müharibələr iqtisadi dağıntılara səbəb oldu. Aydın məsələdir. Hər iki yürüşdə belə deyim, Aralıq dənizinin şərqi dağıntılara məruz qalır. Baxmayaraq ki, ikinci xassə yürüşündə belə demək mümkündürsə müsəlmanlar qalib gəlirlər. Alınmır. Amma buna baxmayaraq təbii ki, ikinci xassə yürüşü nəyə cavab olaraq yaradılmışdı? Nəyə cavab olaraq belə deyim, baş tutmuşdu? Edessanın Mosul əmiri tərəfindən tutulması və təbii ki, Edessa da harada qurulmuşdu? Aralıq dənizinin şərqində. Ona görə də C variantının bəli, ortaya getmə ehtimalı daha düzgündür. 1BG, 2A, 3C. 4-ə baxaq. Xəritədə rəqəmlərlə işarələnmiş ölkələrin erkən orta əsr Türk dövlətləri ilə hərbi siyasi münasibətlərin ortaq cəhətini müəyyənləşdirin. Xəttə göstərilən yer 2 Hindistandır, 2 Çindir, 1 isə Hindistandır. Baxaq. 6-cı əsrdə Türk hökmdarlarının hərbi yürüşlərə məruz qalmaları. Bu düzgün cavabdır. Necə? Hindistana kim hücum eləmişdi? Axın hökmdarı Mihiraqula. Çini kim tabe etmişdi? Birinci görüşdən Muğan xaqan. Hər ikisi 6-cı əsrdə. Cavab adır. 7 qalana baxaq. 8-ci əsrdə ticarət yollarının türklərin nəzarətinə keçməsi. Bu yəqin ki, Çinlə bağlı olacaq və yalnız Uyğura aid olacaq. Ərazilərdə yeni türk dövlətlərinin yaranması. Çində türk dövləti yaranmayıb. Hindistanda da kitabınızda verilmir. Hindistanda türk dövlətlərinin yaranması klassik feodalizm dövründə götürülür. Dehli sultanlığı və yaxud son feodalizm dövründə Böyük Moğol. 11-ci əsrdə Qəznəvilərin hücumuna məruz qalmaları. Hindistan tamam, amma Çin Qəznəvilərin hücumuna məruz qalmayıb. 8-ci əsrdə yerli hökmdarların Uyğur xaqanına asılı olması, bu da yalnız Çinə aiddir. Deməli, A variantı daha optimal variantdır. Baxaq. 5. Alban hökmdarı Urnayrın daxili siyasətinə aiddir. Təbii ki, Urnayrın hakimiyyət illəri 313-371-ci illərdir. Baxaq. Amit döyüşündə Romalılara qarşı vuruşması. Amit döyüşü 359-cu ildə olub. Urnayrın hakimiyyət illərinə düşdü, amma bu xarici siyasətdir axı. Xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsi əlbəttə bu 313-dür və həm daxilidir, həm də düşür. Bərdə şəhəri daxilidir, amma bu 5-ci əsrdir və bunu eləyən 2-ci Vaçedir. Haylandur Hunlarına qarşı Massagetlə ittifaq yaratması bu 5-ci əsrdə baş verən bir prosesdir. 2-ci Vaçeyə aiddir. 3-cü əsrdə Sasani dövlətlə ittifaq yaratması adam heç 3-cü əsrdə hakimiyyətdə olmayıb, baxın. 4-cü əsrdə hakimiyyətdə olub. Cavab B. 6-ya baxaq. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndləri müəyyən edin. Drakon qanunun qəbul edilməsi, Afinanın azad kişilərinə vətəndaşlıq hüququnun verilməsi. Drakon qanunları qanla yazılıb. Bu qanunlar insanlara bərabərlik vermək istəməz. O yalnız aristokratların hüquqlarını müdafiə edə bilər. Yəni nəticə salona aiddir, bir səhvdir. Romanın Siciliyanı işğal etməyə çalışması, Roma-Karfagen müharibələrinin başlaması, bəli, bu düzgün cavabdır. Eramızdan əvvəl 7-ci əsrdə Dorilər Cənubi Yunanıstanda işğalçı müharibələr aparırlar. Messeni vilayəti Sparta dövlətinin hakimiyyəti altında birləşir. Bu da düzgün cavabdır. Çünki Dorilər eramızdan əvvəl 2-ci min ilin sonunda gəlib Mikena mədəniyyətinə son qoyduqdan sonra
Sparta şəhərinin əsasına qoymuşdular. Və biz bilirik ki, Cənubi Yunanıstanda 2 dənə ərazi var idi, vilayət var idi, Lakonika və Messenia. 2-ci min sonlarında onlar Lakonikanı tutub özlərini Spartalılar adlandırmışdılar. Yəni Dorilərə biz 2-ci min sonlarından sinonim olaraq Spartalılar deyə bilərik. Və eramızdan əvvəl 8-ci əsrdə artıq Dorilər Sparta şəhər dövlətini yaratdılar və bundan sonra artıq baş verən işğallar Spartalılara aid olmaqla yanaşı, eyni zamanda Sparta dövlətinə də aiddir kimi götürüləcək. Cavab 2-dir. Qaldı ki, 4-də Yuli Sezarın Romada hakimiyyətə keçirilməsi, Romanın imperatorluğa başlaması bu səhvdir. Çünki Yuli Sezar hakimiyyəti eramızdan əvvəl 49-da da keçirib. Amma Roma imperiyalanmağa başlanıb eramızdan əvvəl 27-ci ildə. Bəzi kitablar 30, bəziləri 27 yazır. Heç bir halda şərt ödənmir. Cavabımız 2-3 Bakı variantıdır. Davam edək. Qara Yusifdən fərqli olaraq Əmir Teymur və Şah 1. İsmailin fəaliyyətinə aid ümumi cəhətdir. Baxaq. Yeni dövlətin əsasının qoyulması hər üçün oxşar cəhətdir. Ağqoyunlarla mübarizə aparılması. Bu Qara Yusifdə tutaq ki, var. Nə mənada tutaq ki, var deyirəm. Çünki aralarında müharibə götürülməsə belə tutduqları mövqe fərqli idi. Ağqoyunlar daha çox Əmir Teymurla, Qara Yusif isə Osmanlıya yaxın idi. Bu variant qalsın. Şirvanşılar dövlətinin asılı hala salınması. Bu hər üçün oxşar cəhətidir. Osmanlı dövləti ilə müharibə aparılması. Osmanlı dövləti ilə Qara Yusif mübarizə aparmayıb. Ümumiyyətlə Qaraqoyundan Osmanlı həmişə dost olublar. Əmir Teymurun və Şah İsmailin var. Cavab D-dir. Yenə də baxacağıq variantlara. Təbrizin paytaxt şəhər olaraq seçilməsi. Qara Yusifdə də paytaxt Təbrizdir. Yəni Əmir Teymur və Şah İsmaildə Təbriz olsa belə, necə ki Əmir Teymurda ümumiyyətlə Təbriz olmayıb təbii ki. Səmərqənd olub. Olsa belə bu fərq salmayacaq. Çünki Qara Yusif axı Təbriz idi. B variantına qayıtsaq isə Əmir Teymurun Ağqoyunlarla mübarizəsi yoxdur. Əksinə Ağqoyunlular Əmir Teymurla müttəfiq olublar. Əgər xatırlayırıqsa, Qara Yusif Əmir Teymura qarşı çıxmaq istəyəndə 1390-cı illərdə 2 nəfərə müraciət eləmişdi. Bir qaynatası Sultan Əhməd Cəlaliyə, bir də Ağqoyunlu Qarayolluq Osman bəyə. Amma Qarayolluq Osman bəy onun təklifini rədd eləmişdi. Ümumiyyətlə, Ağqoyunlu bəyliyi, yəni feodal hakimliyi ilə Teymurlar həmişə dost olub. Amma Ağqoyunlu dövləti yaranan kimi ilk müharibə apardığı dövlət Teymurilər oldu. Əbu Səid. Belə, 7-də dedi. 8-ə baxaq. İngilislər Çinin 5 limanı ticarət etmə hüququ qazandılar. Aha, şərtdə nə deyir? Göstərilərin heç birinin aid olmadığı, tamam. Birinci cavab Nankini çıxardır. İngilis və fransız tacirləri Çin ərazisində yansızdır. Bu artıq daxili sular deməkdir. Bu Pekini çıxartdı. Cənubi Manchuriya və Koreyada Rusiya Yaponiyanı tanıyırsa, deməli Rusiyanın Koreya məğlub olub 1905-də ABŞ-da bağladığı Portsmouth müqaviləsindən söhbət gedir. Moldova və Valaxiya Osmanlı dövlətinin hakimiyyəti altında qaldı. Bessarabiya isə təbii ki Rusiyaya keçdi. Söhbət Buxarestdən gedir. Burada Ayqun müqaviləsinə aid bir şərt yoxdur. Ayquna görə təbii ki Amurun sol sahili Rusiyaya veriləcəkdir. Baxaq. 14-cü əsrdə Osmanlı hökmdarları əsasən qərb istiqamətində genişlənməyə üstünlük verirdilər. Maltepe qələbəsi Qaradəniz və Egey dənizə çıxış təmin etdi. Gelibolu'nun fəthi ilə Balkanlara çıxış üçün mühüm strateji üstünlük qazanıldı. Çirmən və Kosova qələbələri söhbət Muraddan gedir. İstanbul Osmanlı dövlətinin paytaxtına çevrildi. Konsalın fəthi isə, aha. Mətn əsasında doğru bəndi müəyyənləşdirək. Osmanlılar 1-ci Muradın hakimiyyəti dövründə Egey dənizindən çıxışı əldə etdilər. Burada mətnə əsasən deyəndə yenə də tarixi biliklər gözümüzün qabağında dolanmalıdır. Osmanlılar Egey dənizindən 1-ci Muradın dövründə çıxmayıblar, xeyr. Bu Orxan Qazinin dövrüdür, unutuluyaq. Orxan Qazinin hərbi qələbələri Balkan yarımadasının fəthini başa çatdırdı, xeyr. Balkan yarımadasının fəthinin Orxan Qazidən sonra gələn Muradda da olmasını qəbul etsək, bu Orxan Qazinin dövründə baş vermədi. C variantı səhvdir, çünki Serbiya və Bolqaristanın işğalı 14-cü əsrdə başa çatmışdı. Gelibolu'nun fəthi Osmanlıların Qaradənizə çıxışını təmin etdi. Xeyr, bu yanlışdır.
Osmanlıların Qaradənizə çıxışı əsasən 15-ci əsrdə apardığı işğaldan olacaq. Orxan Qazi Maltepe və Geliboluda Bizans dövlətinə qalib gəldi. Bəli, bu düzgün cavabdır. 9Y variantı. Ona baxaq. Xəritədə xüsusi rənglə verilmiş dövlətin Azərbaycanla bağlı siyasətinə uyğun olanları müəyyən edin. Maraqlı. Baxaq, xəritə göstərən yer İngiltərədir, Böyük Britaniya. Deyil, yanındakı adalar nəzərə alınmayıb, İngiltərə. 17-ci əsrin 20-ci illərində Portuqaliya qarşı Səfəvi dövləti ilə müttəfiqlik əlaqələri, bəli, 1621-də Stuartların nümayəndəsi James Şah Abbasla yaxınlaşdı. 20-ci əsrin 20-ci illərində Naxçıvan statusunun müəyyən edilməsində vasitəsilə xeyr, bu Rusiya və Türkiyədir. Çini çıxardaq. İkinci Dünya müharibəsi illərində Azərbaycanın da daxil edildiyi Edelweiss planının hazırlanması, axı Edelweiss İngiltərə ilə bağlı deyil. Edelweiss Almanya ilə Qafqaza bağlı plandır. Biz 2-dən 3-cü cavablardan çıxardacağıq. Aha. 1, 4, 5 mi yoxsa yalnız 1 mi? Baxaq. 20-ci əsrin 20-ci illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliğinin tanınması, bunu da götürməliyik. Çünki 1920-ci ilin yanvarın 11-də İngiltərənin əsas vasitəsilə Antantda bizi tanıyır. 19-cu əsrin sonlarında Azərbaycan iqtisadiyyatına kapital qoyulması, bu da düzgün cavabdır. Cavab 1, 4, 5-dir. Söhbət nədən gedir? Söhbət 1890-cı illərdə Qubbardların Azərbaycan neftinə pul qoymasından söhbət gedir. Və yaxud Cənubi Azərbaycan baxımından salsaq, Tənbəki. 11-ə baxaq. Şəki xanı Hacı Çələbi xanın fəaliyyətinə aiddir. Əfşar imperiyasının dağılması nəticəsində müstəqil xanlıq yaratdı. Bu, deməli, dağılması nəticəsində deyəndə yəqin ki, bu Sikuti nəticəsində götürülür. Hələ ki, bunu çıxtaş eləyək. Şaman xanlığına qarşı mübarizədə Quba xanlığı ittifaq yaratdı. Ümumiyyətlə, Hacı Çələbdə belə bir şey yoxdur. Azərbaycanın qərb torpaqlarının güclətən işğalının qarşısını aldı. Bəli, dəfələrlə 3-ü götürək. 18-ci əsrin 50-ci illərdə Qazax və Borçanı ələ keçirdi. Bəli, ümumiyyətlə Hacı Çələbi sultanlıq mövzusunda çox, belə deyim, möhtəşəm bir siyasət yeridib. Qızılqaya xəyanətinə qədər Qəbələ, Ərəş, Qutqaşin, Qızılqaya xəyanətindən sonra isə Qazax və Borçalı götürür. Qarabağ yürüşündən fərqli olaraq Təbriz yürüşü uğurlu olmuşdu. Ümumiyyətlə, Hacı Çələbinin xanlıqlarla bağlı yürüşləri heç vaxt uğurlu olmayıb. 5-ləri çıxaq. 2-lər 100% çıxmalıdır. 3-4 optimal cavab kimi qalır. Əfşar imperiyasının dağılması nəticəsində, yəni ki, dağılması gedişində söhbət 1743-dən gedib. Tamam. 12. Azərbaycan tarixində Manna dövlətinin süqutundan sonraki Atropatena dövlətinin yaranmasından öncəki dövrə aid onları müəyyənləşdirin. Manna nə vaxt süqut uğrayıb? Eramızdan əvvəl 590-da. Atropatena nə vaxt yaranıb? Eramızdan əvvəl 321-də. Bu aralıqda olan illəri tapaq. Alban və Sak tayfalarının Qavqamel döyüşündə İskəndərə qarşı döyüşmələri. Bu hadisə eramızdan əvvəl 331-dirsə, onda 331 bu aralığa düşür. Biri götürək. Çin Meskit Sak tayfaları gəlib 7-ci əsrdə. Bu yuxarıdakı aralığa düşmür axı. Yuxarıdakı aralıq əsrə çevirsək -6, sanki -4 deməkdir. Azərbaycan arasında Əhəməni hökmdarlarının satrapları tərəfindən idarə edilməsi. Əhəməni dövlətin mövcudsa satrapları tərəfindən idarə olunur. Bu da düzdür. Atropat tərəfindən Baryak üsyanının yatırılması. Bu eramızdan əvvəl 327-dirsə, bu da düzdür. Atropatena yaranmamışdı. 1-4 cavabını tapışıq. Baxaq 5-ə. Pompey və Antoni, bunlar eramızdan əvvəl 1-ci əsrdir. Yəni eramızdan əvvəl 1-ci əsr, yəni -1 deməkdir ki, bu da ki, yuxarıdakı şərti ödəmir. Çünki yuxarıdakı şərt əsrdən olsa -6, -4-dür. Cavabımız 1-4-dür, yəni C variantıdır. Davam edək. 13. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi dövlət quruculuq tədbirlərinə aiddir. Sovet Rusiyası nümunəsində hakimiyyət orqanları yaratdı. Axırıncı o dövrdə demokratiya dərsi verirdi. Sovet Rusiyasında demokratiyanın dısı yox idi. Ümumi seçkilər əsasında müəssislər məclisi fəaliyyətə başladı. Təəssüflər olsun ki, müəssislər məclisinə seçkilər alınmadı. Müəssislər məclisinə seçkilərin qaydası haqqında qərar qəbul olsa da, amma bu həyata keçmədi. İşğalla bağlı. Çox partiyalı siyasi sistem var idi. Bəli, bir çox partiyalar var idi. Əhrar, İttihat, bitərəflər, Müsavat və s. və axır. Tək palatalı parlament, bəli. Hətta İngiltərə parlamentindən belə demokratik idi.
Bakıda General Thomson rəhbərliyi altında general qubernatorluq yaradıldı. Bu yaradılsa belə, yəni variant öz-özünü belə deyim, səhv çıxardır. Bunun ingiliscə yağdı baxın. Bu axı heç kəslik tədbir deyil. Bakıda ilk dövlət teatrı fəaliyyətə başladı. Bu dövlət quruculuğu deyil, mədəni quruculuqdur. 13C. 14. Uyğunluq pozulmuşdur. Baxaq. Türk dilində İslam ədəbiyyatı yaranmağa başladı. İslamın türklər arasında qəbul edilməsi nəticəsində bu düzdür. Əsasən bu cümləni Qaraxanada görürük. A variantının üzərindən xətt çəkilir. Bizə səhv lazımdır. Firuz Şahın ağır və ciddi siyasətə səbəb oldu. Məzdəki hərəkatın başlanmasına bəli. Ümumiyyətlə Firuz da Xosrov Mənşiravan kimi əhani siyahıya alıb. Firuzun hakimiyyət illərinin belə deyim, təxminən 457-484 olduğunu nəzərə alsaq, Məzdəki 481-dir və bu düşür. Göyütlər Şimali Qafqaza bir sıra ərazilər keçdilər. Yavqı İstəmir xan dövründə. Bu da düzgün cavabdır. 8-ci əsrdə Xəzər xalqanda dövlət hakimiyyəti daha da gücləndi. Dini birliyə nail olunması nəticəsində. Əksinə, Xəzərlərdə dindən çox nə var idi ki? Dini pərakəndəlik idi. Elə 8-ci əsrdə özündə iki din qəbul olundu. Musəvilik və İslam. Qəznəvilərin hakimiyyəti daha geniş coğrafiya yayılmışdı. Sultan Mahmud Qəznəvinin dövründə təbii ki, bu düzdür. Deməli, bizə yanlış variant lazımdır və yanlış variant D variantıdır. Davam edeyim. 15. Ərəb xilafətinin hücumları ərəfəsində Azərbaycana mövcud olan ictimai-siyasi vəziyyətə aid deyil. Azərbaycanın cənub torpaqlarının Sasani mərzbanlarına tərəfindən idarə olunması. Bu düzgün cavabdır. Azərbaycanın şimalı demək olar ki, təzəcə bərpa olunmuş Albaniyanın yerli hökmdarı tərəfindən idarə olunur, amma cənub Atropatena, yəni ərazisi nəzarət olunur. Bu Sasani mərzbanı tərəfindən idarə olunurdu. Albaniyada Mehranlər sülaləsinin hakimiyyətdə olması, bu da düzgündür. Nəzərə alsaq ki, ərəblərin Azərbaycana yürüşləri 7-ci əsrin 40-cı illərində başlayacaq və Albaniyada orada da Mehranlər hakimiyyətdə idi 630-dan. Qeyri-müsəlman əhalidən cizyə adlanan can vergisinin alınması. Təbii ki, bu yanlışdır. Bu cizyə vergisini alan ərəblərdir. Ərəblər bir Azərbaycana gəlib çıxsınlar da. Axı burada deyir ki, Ərəb xilafətinin hücumları ərəfəsində, yəni ərəblər Azərbaycana gəlməmişdən qabaq, ərəblər ərəfə əvvəl deməkdir. Cavab C. Sasani və Bizans dövlətləri arasında müharibə meydana çəkilmişdi Azərbaycan, bəli. Albaniya Sasani dövlətindən yarımasılı vəziyyətdə idi, bəli. Çünki xarici cəhətdən asılı olsa da daxili cəhətdən özünü idarə edirdi. 15 C-dir. 16-ya baxaq. Norman işğallarının İngiltərə üçün iqtisadi nəticələrini müəyyənləşdirin. Baxaq. Burada əsasən diqqət verəcəyimiz söz iqtisadi sözüdür. Mərkəzləşmiş dövlətin əsasının qoyulması. Bəli, bu Norman işğalının nəticəsidir. Amma bu iqtisadi deyil, axı bu siyasi nəticədir. Biri çıxardaq. Təhkimli kəndlərə iqtisadi azadlığın verilməsi. Əksinə Wilhelm siyahıya keçirdi. Kimlər ki Hastings döyüşündə ona qarşı çıxmışdılar, Wilhelm onları, yəni orada vuruşan azad kəndliləri belə təhkim etdi. İqtisadidir, amma tərsi baş verdi. Feodallaşma prosesi baya çatdı, bəli, bu düzgün cavabdır. Daxili və xarici ticarət canlandı, bəli, cavabımız 3-4 olacaq. Davam edək. 17 suala baxaq. Xəritə əsasən dövrün xüsusiyyətlərini ifadə edən doğru bəndləri müəyyənləşdirin, baxaq. Xəritədə verilib bizə Gürcü İmretiya quberniyası və Xəzər vilayəti. Maraqlı. Əgər Gürcü İmretiya quberniyası və Xəzər vilayəti varsa, biz hardayıq? Gürcü İmretiya quberniyası və Xəzər vilayəti varsa, biz hardan yazaq ki, yaxşı olsun? Biz 1840 10 apreldən 1846 14 dekabra qədər biz buradayıq. Bu dövrdə baş verən proseslərdəyik. Baxaq. Tacirlərdən karvan yollarının qorunması müqabilində rəhdar rüsumu alınırdı. Axı rəhdar rüsumu 1836-da ləğv olunub. Yuxarıdakı illərə düşmür. Şəhərlərin vergi verən təbəqəsi məhkəmələrdə iclasçı qismində iştirak edə bilərdilər. Edə bilərdilər. Zaten bu 1840 10 aprel qərarıdır. 3. Sahibkar kəndlərini pay torpağından satın alma hüququna malik idilər.
Axı bu 1870-dən sonra olacaq və yuxarıdakı illərə düşmür. Cənubi Qafqaz Rusiya imperatorunun canişini tərəfindən idarə edilirdi, bu düşə bilər. Çünki canişinlik vəzifəsi 1844-də yaradılıbsa, 2 il bu dövr düşür. Ona görə cavabımız burada 2, 4-dür. Maraqlı sual idi. 18. 19-cu əsrdə hakimiyyətdə olmuş ABŞ prezidenti homosexuallar haqqında qanunu təsdiq etdi. Söhbət Avram Linkolndan gedir. Avram Linkoln da hakimiyyət illərinin 1861-1865 olduğunu nəzərə alsaq, baxaq. Alyaskanı Rusiyadan satın aldı. Axı bu 1867-dir və düşmür. Kölənin ləğvi nəzərə tutan azadlıq haqqında bəyannamə, bəli, bu 1862-dir və bu düşür. Bura 2-ni yazdıq. Dünyanın Amerika və Avropa sistemlərinin bölünməsi nəzərdə tutan doktrina bu James Monroe doktrinasıdır və bu 1823-dür. Yuxarıdakı şərt ödənmədi. 3-ü də silək. Deməli 2-4 olacaq. Dövlətin siyasi birliyi yenidən bərpa etdi, bəli. Çünki vətəndaş müharibəsinə qalib gəldi və ABŞ bölünmüş vəziyyətdə qalmadı. Birləşdirildi. 2-4, yəni variant B. Davam edək. 19. 20-ci əsrin 70-ci illərində Sovet Azərbaycanı üçün səciyyəvidir. Bizdən nə istəyir? Bizdən istəyir 1970, 1979. Baxaq. Kolxozlara pasport verilməyə başlanması. Pasport ümumiyyətlə 32-də tətbiq olunsa da, kolxozlara 1950-ci ildə verilir. Bu yanlışdır. Prezident vəzifəsini təsis etməsi bu 1990-dır. Yanlışdır. İlk metro stansiya 1967-dir. Yanlışdır. İcbari 10 illik 1966. Yanlışdır. DQMV-nin inkişafı üçün tədbirlər görülməsi, bəli. İstər Şuşa, istər müxtəlif Ağdam, Xankəndi dəmir yolu və s. müxtəlif tədbirlərin görülməsi bu Dağlıq Qarabağ Muxtar Dövləti inkişafı üçün belə deyim, əsas şərtlər hesab olunur. 20. Şirvanşılar dövlətinin tarixinə aiddir. Səlcuqlu yürüşlərin nəticəsində süqut etmişdir qətiyyən Səfəvilər tərəfindən. Xarəzmşahlara qarşı Əmir Teymurla ittifaq qurmuşdu. Xarəzmşahlar dövlətindən Əmir Teymur bir-birlərini görməyibdir. Erkən orta əsrlər dövründə yaranıb, sonra orta əsrlər dövründə süqut etmişdir. Düz deyir. Çünki Şirvanşılar 861-də yaranıb, erkən orta əsrlər 511-dir. Bəli, düşür. Çünki 9-cu əsrdə yaranıb. Nə vaxta qədər yaşayıb? 1538-də, yəni 16-cı əsrdə, doğrudan da son feodalizm 16-19-da bizdə. Ona görə cavabımız C-dir. Gəncə şəhər dövlətinin ilk paytaxtı olmuşdur. Xeyr, ilk paytaxt Şirvandır. Gəncə Şirvan əmirliyinin paytaxtı olub. Elxanilər dövlətinin Azərbaycanda hakimiyyətinə son qoymuşdur. Xeyr, bu Qızıl Orda ilə bağlıdır. Cavab C. 21. Avropada işğalçı müharibələr aparmış Asiya dövlətlərini müəyyən edin. A variantına baxsaq, Böyük Hun İmperiyası, Parfiya, Ərəb xilafəti. Xəritə baxımından Asiya dövlətləri kimi xarakterizə eləsək, ərəblərin Avropada işğalları varmı? Var. Parfiyada müəyyən qədər varmı? Var. Böyük Hun Asiyadan qıraqda işğallar aparmayıbdır. Səhvdir. B variantı Makedoniya İmperiyası. Makedoniya Asiya dövləti deyil, axı Avropanın özündə yaranmışdır. Bu da səhvdir. Sparta bu Yunanistandadır, Avropadadır. Bu da səhvdir. Uyğur xaqanlığı ancaq Asiyada olub. Cavab Y-dir. Əhəmənlər aparıb. Ərəb xilafəti əlbəttə, Monqollar da ki, ərazisi 30 milyondan çox olub. Variant Y. 22. 21 Azər və 29 Bəhmən. 21 Azər demək bir növ Pişəvəri hərəkatı deməkdir. 29 Bəhmən üsyanında Kazım Şəriət Mədarif falandı. Əsasən 1977-dən başlayıb 79-a qədər davam edən hərəkat nəzərdə tutulur. 45-ci ildə baş verməsi olsun. Pişəvər hökumətinin yaranması 45-ci dekabrın 12-sində 21 Azər hərəkatı kimi yadda qalıb. ADF-nin yaranması bu Pişəvəri hərəkatının gedişində olsa da, yəni bu ad 21 Azər adlanır. Çünki 21 Azər adı sırf Pişəvəri hökumətinin dekabrın 12-sində yaradılmasından bağlıdır. Çünki dekabrın 12-si İran təqvimindən 21 Azərdir.
Yəni biz 1945-ci ilin sentyabrında yaranmış bir ADF-ni 21 Azər verə bilmərik axı. Milli hökumətin yaranması bu düzgündür. Aynan C 45-in 12 dekabrdır. Birdən aynan C-ni götürürük. 2-yə baxsaq 1978-ci ildə baş verməsi bu düzgün cavabdır. Çünki həmin bu hərəkat 1977-ci ildə başlasa da, amma sırf 29 bəhmən hərəkatı fevralın 18-ilə bağlıdır. Çünki fevralın 18-də İran təqviminin 29 bəhmənə düşür. Yəni burada sırf hərəkatları vermirlər ki, məsələn biz 21 Azəri götürək Pişəvərinin 41 belə deyim 46-cı il hərəkatları kimi və ya 29 bəhmən 77-79. Mən ilk növbədə elə gördüm, amma sonra konkret günlə işləyirlər. Pəhləvi monarxiyasına qarşı yönəlməsi əlbəttə nəzərə alsaq ki, 1925-ci ildən 1979-a qədər Pəhləvilər hakimiyyətdə olub. Məsələ aydındır. Muxtariyyət xeyr, muxtariyyət əldə olunmur. 1A-C, 2A-B. Cavab Y-dir. 23-ə baxaq. Şah 1-ci Abbasın hakimiyyət dövründə Səfəvilərin xarici siyasətinə aid olanları müəyyənləşdirək. Paytaxtın İsfahan şəhərinə köçürülməsi. Abbas Edibdir, amma bu daxilidir. Hörmüz limanının Portuqaliya tərəfə gedilməsi. Bu xarici siyasətdir, amma əksinə Portuqaliyalar qovulub. İngiltərə Moskva şirkətlə ticarət müqaviləsi imzalanması xaricidir, amma bu Nilyan Abbas deyil. Abbas İngiltərə ilə əlaqədə olub, amma bu Moskva şirkəti üzərindən deyil. Moskva şirkəti üzərindən əlaqədə olan Təhmasibdir, birinci Təhmasib. 4, bəli, bu düzgün cavabdır. Xorasanda Şeybanilərə müharibə, bəli, və Şeybanilərə demək olar ki, son qoyur. Bundan sonra biz kitablarımızda Səfəvi Şeybani müharibəsini görmürük. 23, 4, 5. 24. Azərbaycan Respublikası tarixində 21-ci əsrin ilk 10 illiyi, təbii ki, 21-ci əsrin ilk 10 illiyi 2001-2010 aralığıdır. Əhalinin Sosial Müdafiə Fondunun yaradılması 1994-dür. Yanlışdır. Məcburi köçkünlər üçün salınmış çadır şəhərciklərinin ləğv edilməsi, bəli, 2007-ci ildə ləğv olunur və hamı evlə təmin olunur. Bu düzdür. Bakı-Tbilisi dəmir yolu, Qars dəmir yolu bu 2017-dir. 2-ci 10 illikdir, bizə lazım deyil. Ombudsman bu düzgün cavabdır. Bu 2001-dir. Deməli cavabımız 2, 4-dür. 26. 25 daha doğrusu. Hülaçlar dövlətinin daxili iqtisadi siyasətinə aid olanları müəyyənləşdirin. Qazan xanın Anadolu Səlcuqlar üzərində yürüş etməsi. Bu daxili deyil axı. Bu xaricidir. Və belə bir şey olubmu? Olubdur. Anadolu Səlcuq Sultanına maraq üçün deyim, Qazan xanın qardaşı Məhəmməd Olcaytı son qoyacaq. Səhərkar və tacirlərin tamğa vergisinin alınması. Alınsın 1565-ə qədər, onsuz da 13-cü əsrdən 1565-ə qədər tamğa olubdur. Olsun. Orada xidmət edənlərə uc xeyr, bu Səlcuqlarla bağlı bir məsələdir. Qeyri-qanuni vergi siyasətinin həyata keçirilməsi bu düzdür. Əvvəl belə idi və bunu Qazan xan düzəldəcək. 2-4. Davam edək. 26. İlham Əliyevin 4-cü dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsi. 4-cü dəfə 5-5 gəlsək, 2008, 2, 2013, 2018. Şuşada bəyannamə 2021 yayı. İlham Əliyev Xankəndi Azərbaycan bayrağının uzatması 2023 oktyabrın 15-i. Azad edilmiş ərazidə böyük qayıdış 2022-də bu plan qəbul olunub. Böyükdən kiçiyə düşsə 1, 4, 1, deməli 2, 4, 3. Kiçikdən böyüyə. 27-yə baxaq. Əbu Müslüm üsyanı xilafətdə. Səbəb nəticə. Abbasilərin ağır vergi siyasəti həyata keçirilməsi. Əbu Müslüm üsyanı 750-də baş verib Mərkəzi Asiyada. Nəticədə hakimiyyətdən Əməvilər gedib. Niyə bu baş vermişdir? Çünki Əməvilər ərəb olmayan digər müsəlmanlara qarşı çox böyük hörmətsizliklər edirdilər. Abbasilərin ağır vergi siyasəti həyata keçirilməsi. Bu Abbasilərə qarşı olmayıb, bax Əməvlərə qarşı olub. Ona görə A variantı iştirak etməyəcək.
B. Əməvilərin qeyri-ərəb müsəlmanlara qarşı ayrı-seçki siyasət yürütməsi. Elə bunu deyirdim. Bu səbəbdir. Mərkəzi Asiya, İran, Əfqanistan, Abbasidən ayrılıb. Bu 9-cu əsrdə, amma söhbət 750-dən gedir axı 8-ci əsrdən. C də yanlışdır. Xilafətdə hakimiyyət Əməvilərdən Abbasilərə keçirib. Bəli, bu düzdür. Nəticədir. Babəkin başçılıq etdiyi üsyançı ordunun Həmədanı ələ keçirməsi əlaqə yoxdur. Maraq söndüyüm hadisə 830-da Babəkin qalib gəldiyi 1-ci Həmədanda oldu. Situasiyaya baxaq. Nəhayət 1918-ci ilin yanvar ayının 8-də Wilson öz fikirlərini ifadə etdi. O, konqresin ümumi iclasına çıxış edərkən ABŞ-ın müharibədə məqsədlərini 2 hissəyə bölünmüş 14 maddə prinsipi. Tamam. Mənbədə bəhs edilən prinsiplərin hansı konferansın işini təşkilində? Söhbət təbii ki, Paris konferansından gedəcək. 14 maddə prinsipi orada işləyib. ABŞ-ın mənbədə bəhs edilən ən vacib prinsip əsasən yaradılmış təşkilatdan kənarda qalmasının səbəbini yazın. Ümumiyyətlə, ABŞ siyasəti çox fərqlidir. Gah onlar təcrid etmək siyasəti yeridirlər, gah digər qitələrin işlərinə qarışırlar. Bu dəfə isə ABŞ-ın, belə deyim, konqresi bu qərarı qəbul etmədi və ABŞ təcrid etmək siyasətini seçdi. 30 bəhs edilən prinsiplərin həyata keçirilməsinin mənbədə verilməyən Avropa üçün siyasi nəticələrindən ikisini yazın. Çox yazmalı olar. Avropada bir çox dövlətlər, bir çox imperiyalar dağıldı və bu da Avropada siyasi xəritənin dəyişməsinə, yeni dövlətlərin yaranmasına gətirib çıxartdı. Suverenlik prinsipi təbii ki, yalnız Qərbi Avropada işlədi. Bax belə, yəni müxtəlif variantlarda yazmaq olar. Baxaq görə diqqətimizdən qaçan bir şey yoxdurmu? Hansı səbəb ola bilər? Bir sual gözümüzdən qaçar, izah edə bilmərik. Görməliyik həmin sualı. İlk baxışdan bu qədər. Bax beləcədir. Mən sizlərə kömək etmək üçün 40 sınavın hamısını izah etməyə çalışdım. Ola bilər ki, bu dərslərimizin, bu izahlarımızın gedişində hansısa bir sual diqqətimizdən qaçdı, yuxarı aşağı fırlayanda. Ola bilər, hardasa səhv etdik və yaxud variantı C deyib D qaraladıq, A deyib B qaraladıq. Bu tipli şeylər təbii ki, olur. Müəllim olsaq da, amma o demək deyil ki, müəllim səhv edə bilməz. Belə təklifləriniz və iradlarınız, nəsə gözümüzdən qaçan bir məqam olsa, onu bizə deyin ki, biz də onu şərh bölməsində deyək ki, digər baxan yoldaşlarımız da səhv etməsinlər. Bu qədər. Sağ olun, var olun, Allaha əmanət olun. Tarixlə qalın, tarixdə qalın.